Ey Betlexem Efrata, sən Yahuda nəsillərinin kiçiyi olsan da, mənim üçün İsrail üzərində hökmdar səndən çıxacaq. Onun nəsli çox qədimlərə, zamanın başlanğıcına gedir. Çünki bizim üçün körpə doğuldu, bizə oğul verildi, hakimiyyət onun çiyinləri üzərində olacaq, onun adı ecazkar məsləhətçi, qüdrətli Allah, əbədi ata, sülh hökmdarı olacaq. Budur, bakirə qız hamilə olub oğlan doğacaq, adını İmmanuel qoyacaqlar. İmmanuel, Allah bizimlədir deməkdir. Yusif də Davudun əsil nəslindən olduğuna görə Qalileyanın Nazaret şəhərindən çıxıb Yəhudiyaya, Davudun şəhəri olan Betlexemə yollandı. O, oraya hamilə olan nişanlısı Məryəmlə birlikdə siyahıya alınmaq üçün getdi. Onlar orada olarkən Məryəmin doğuş vaxtı çatdı. O, ilk oğlunu doğdu. Körpəni bələyib axura qoydu, çünki qonaq evində onlara yer tapılmadı. İsa padşah Hirodun dövründə Yahudiyanın Betlexem şəhərində, anadan olduqda müdrik adamlar şərqdən Yerusəlimə gəlib. O ərazidə sürülərinin yanında gecə növbəsini çəkən çobanlar var idi. Onlar çöldə gecələyirdi. Mələk onlara dedi, qorxmayın, mən sizə bütün xalqı çox sevindirəcək bir müjdə gətirmişəm. Bugün Davudun şəhərində sizin üçün xilaskar doğuldu. Bu, Rəbb Məsihdir. Qəflətən mələyin yanında Allaha həmd edən çoxsaylı səmavi ordu göründü. Onlar belə deyirdi, ən ucalarda Allaha izzət, yer üzündə onun razı olduğu insanlara sülh olsun. Onlar ulduzu gördükləri vaxt çox sevindilər. Evə girib körpəni anası Məryəmlə birlikdə gördülər və yerə qapanaraq ona səcdə qıldılar. Xəzinələrini açıb ona hədiyyələri, qızıl, kündür və mirranı təqdim etdilər. Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı. Biz də onun ehtişamını, atadan gələn vahid oğulun ehtişamını gördük. Lakin onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi.